Salam uşaqlar, bugün mən sizlərə MyGov ID portalında, yəni MyGov platformasında identifikasiya nömrəsi ilə qeydiyyat başa salacağım. İlk öncə Google-a daxil olursunuz. Axtarış bölməsinə MyGov ID yazırsınız və gördüyünüz MyGov ID seçimini edirsiniz. Gələn ilk sayta toxunursunuz. Bu hissədən keçib daxil ol düyməsini seçirsiniz. Daha sonra bu hissədən digər üsullar bölməsinə keçid edirsiniz. Digər üsullar bölməsindən identifikasiya nömrəsi ilə seçimini edirsiniz. Bu hissədən qeydiyyatdan keç düyməsini seçirsiniz. Bu hissədən şərtlər və qaydalarla tanış oldum düyməsini klikləyin və qəbul et düyməsini seçin. Daha sonra bu hissədə şəxsiyyət vəsiqənizin növünü seçin, yəni yeni nəsil şəxsiyyət vəsiqəsi. Daha sonra şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, yəni adətən AB ilə başlayan seriya nömrəsini daxil edin və fin kodunuzu daxil edin. İrəli düyməsini seçdikdən sonra mobil nömrənizin prefiksini təyin edin, seçin, yəni 050-051 bunu seçin və davamını bu hissəyə yazın. Daha sonra mobil telefon nömrəsinə gələn təsdiqləmə kodunu bu hissəyə yazın və irəli düyməsini seçin. Növbəti hissədə özünüzə parol seçin. Parol əsasən adınızın ilk hərfini böyük, qalanını kiçik olaraq yazırsınız. Daha sonra doğum tarixinizi yazırsınız və sonda @ qoyursunuz. Məsələn, yazırsınız ki, məsələn, Rauf üçün deyirəm, böyük R hərfi, daha sonra AUF sözünü artıq A, U və F hərflərin balaca, yəni R-sı böyük, qalan kiçik Rauf. Daha sonra Raufun deməli günü 20, yəni bitişi olaraq 20, daha sonra ayı, yəni 08, daha sonda isə ili 2011, yəni Rauf bitişi formada 20.08.2011 yazırsınız və sonda isə nida qoyursunuz. Mütləq, yəni simvol olmadıqda qəbul etmir, sonda isə simvol olaraq nidanı seçirsiniz və şifrəni 2 dəfə təkrarladıqdan sonra davam et düyməsini seçirsiniz. Davam et seçdikdən sonra siz artıq deməli video çəkiliş edəcəksiniz. Video çəkilişi necə edəcəksiniz? Sadəcə buradan davam et seçəcəksiniz. Sonra isə bu hissədən kameranızı istifadə etmək üçün artıq digital logindən icazə ver gələcək. Buradan kamera icazəsinə kameranın icazə etməsi üçün, kameranı istifadə etməsi üçün icazə verirsiniz. Daha sonra isə bu gördüyünüz nümunədəki kimi üzünüzü ekranın içinə çərçivəyə tam olaraq otuzduraraq video qeydiyyata başla düyməsini seçirsiniz. Video qeydiyyat 5 saniyə ərzində davam edir. 5 saniyə sonra avtomatik olaraq siz qeydiyyat başladıb bitirdikdən sonra təsdiqləyirsiniz və artıq sizin müraciətiniz təsdiqlənir. Qeyd edim ki, üzünüzün bulanıq düşməsi zaman qeydiyyat təsdiq olunmur. Üzünüzü mütləq təmiz formada, işıqlandırma qabaqdan olsun. Gözünüzdə deməli eynək, başınızda papaq və sair olmamalıdır. Eyni zamanda üzünüzdə maska da olmamalıdır və özünüz, mütləq özünüz iştirak etməlisiniz video çəkilişdə. Yəni nə ana, nə ata olmaz və kənar şəxsində müdaxiləsi olmaz. Əks halda qeydiyyatınız ləğv olunur. Gördüyünüz kimi, sadəcə özünüz olmalısınız. Yekunda isə sizin qeydiyyatınız təsdiqləndikdən sonra bu cür formada sizin telefonunuza mesaj gəlir ki, MyGov ID-dən artıq sizin müraciətiniz təsdiqlənmişdir. Müraciət təsdiqləndikdən sonra şəxsiyyət vəsiqənizin fin kodu və təyin etdiyiniz parol ilə yenidən daxil ola bilərsiniz. Daxil olanda isə nə edəcəksiniz? Daxil olma prosesində isə sizə mesaj gəldikdən sonra şəxsiyyət vəsiqənizin fin kodunu, yəni fərdi identifikasiya nömrəsini buraya daxil edəcəksiniz və şifrəni isə buraya daxil edərək daxil düyməsini seçəcəksiniz və daxil olaraq atestatınızı görə biləcəksiniz. Belə bir şey də deyim, əgər özünüzdə istəsəniz, bu yəni sırf qeydiyyat prosesidir. Qeydiyyatdan keçdikdən sonra sizin məlumatlarınız görsənəcək. Amma bu sırf atestat üçün deyil, digər məlumatlarınızın da görünməyini sağlayacaq. Yəni sadəcə bununla yox, mən başqa bir videoda çəkəcəm. Orada isə sırf atestata necə girməli olduğunuzu öyrədəcəm. Bu bizim qeydiyyat prosesimiz idi.
Qeydiyyatdan keçdikdən sonra hamı mənə yazsın. Qeydiyyat prosesindən sonra hamı mənə yazsın dediyim kimi. Qeydiyyat prosesini hər kəs bitirdikdən sonra isə attestasiyaya necə baxmalı olduğunuzu video təlimatını atacağım. Oldu, sağ olun.